Zaman zaman beynimiz olabileceği en mənfi senaryoları düşünür. Heç olubmu ki, bir yaxınınıza mesaj yazmısınız və yazdığınız mesajın ona çatmadığını gördüyünüzdə ağlınıza gələ biləcək bütün təhlükə senaryoları gəlir. Müdürünüz sizə sabah sizinlə bir mitinq təşkil eləyək dediyi zaman ağlınıza işdən çıxma ehtimalı belə gəlməyə başlayır. Həkimə gedirsiniz, analizlərin nəticəsi çıxana qədər ağlınıza bütün xəstəlik ehtimalları gəlir və bəzən bu mənfi ehtimalları düşünməyə hətta saatlarınızı xərcləyirsiniz. Bəzi hallarda isə bu cür düşüncələrin ağlınıza gəlməsinə mane ola bilmirsiniz və bunlar sizdə güclü bir narahatlıq, təşviş, həyəcan yaratmağa başlayır. Bəs zehnimizdə nə baş verir ki, dünyada olabiləcək milyonlarla ehtimal var ikən, bizim beynimiz ən pis olanını seçir və avtomatik şəkildə hadisələr baş verəndə yalnız bu mənfi ehtimalları düşünməyə başlayır. Bunun cavabı nə bizim iradəsizliyimiz, nə zəifliyimiz, nə çox emosional yanaşmağımız, nə də qeyri-rasional bir insan olmağımız deyil. Bütün bu sadaladıqlarımız əslində beynimizdə baş verən müəyyən mexanizmlərin nəticəsində yaranır. Gəlin birlikdə baxaq. Öncəliklə gəlin bu sualla başlayaq. Milyon illər öncəsində bizim mağaralarda yaşayan atalarımız əgər təhlükələri göz ardı etsəydilər, ciddiyə almasaydılar, sizcə nələr baş verərdi? Bax, bu anlayış bizim suallarımızın cavabını tapmaq üçün yola çıxacağımız ilk nöqtədir. Təkamül nöqteyi nəzərindən bizim beynimizin ən əsas vəzifəsi düşünmək, nələrisə analiz etmək, yaxud da bizi xoşbəxt etmək deyil əslində. Beynimizin ən təməl vəzifəsi təkamül psixologiyasına görə bizi həyatda saxlamaqdır. Buna görə də beynimiz mümkün ola biləcək bütün təhlükələrin fərqinə varmağa və bizi o təhlükələrə qarşı qorumağa proqramlanıb. Dolayısıyla, məsələn, biz əgər meşədə gəziriksə, bizim beynimiz bizə birdən hardansa canavar çıxa bilər, ayı çıxa bilər ehtimalını düşündürmək məcburiyyətindədir. Çünki məhz bu düşüncələrin hesabına əgər oradan həqiqətən bir ayı çıxsa, biz ona qarşı ən azından hardan, hansı formada qaçacağımızı öncədən hesablamış olacağıq. Beləliklə, bizim beynimizin təhlükələri analiz eləyən və alarma keçən müəyyən bir sistemləri var. Necə bir yanğın alarmı hər hansı bir tüstünün gəlməsi ilə yanğının baş verdiyini anlaya bilirsə, onun detektor rejimi işə düşürsə, eləcə də bizim beynimizdə də mümkün ola biləcək bütün təhlükələrə qarşı bir detektor sistemi olduğunu düşünə bilərsiniz. Və bu detektor sistemin nəticəsində də bizlər mümkün təhlükələrə qarşı dərhal alarm sisteminə keçirik və bu zaman bizim beynimizdə amigdala dediyimiz bir beyin bölgəsi dərhal işə düşür və biz təşviş, stres reaksiyaları verməyə başlayırıq. Lakin buradakı təşviş və stres az öncə də dediyim kimi sağlam olan bir təşviş və stresdir. Çünki biz hər hansı bir təhlükəyə qarşı rahat davrana bilmərik. Rahatlıq bizim o təhlükəyə qarşı müdafiəsiz olmağımıza gətirib çıxara bilər. Bu təhlükə anında yaranan təşviş, hətta buradakı stres hormonumuz olan kortizolun yüksəlməsi nəticəsində biz həmin təhlükəyə qarşı hazırlıqlı bir hala gəlmiş oluruq. Bu zaman simpatik sinir sistemimiz işə düşür, hansı ki simpatik sinir sistemi ilə bağlı çox ətraflı şəkildə danışdığım bir canlı yayınımız var. O canlı yayına yuxarıdan keçid eləyərək dinləyə bilərsiniz və daha sonrasında bu videoya geri qayıtmağınızı tövsiyə eləyərəm. Və beləliklə bizim zehnimiz hər hansı bir təhlükə zamanı stres, təşviş reaksiyası verməyə meyillidir və bunun bizi qoruyan, qoruyucu bir tərəfi var. Lakin problem beynimiz təhlükə anlayışını qarışdırmağa başladığı zaman baş verir. Həqiqətən də meşədə bir ayının qabağımıza çıxması, bir anda bir müharibənin başlaması bunlar ciddi bir təhlükələrdir və bizim qorunmalı olduğumuz təhlükələrdir. Lakin bəzən də beynimiz həmin bu amigdala və alarm reaksiyalarını heç də real bir təhlükə olmadan da işə sala bilir. Çünki bəzən zehnimiz həqiqətdə təhlükə olmayan şeyləri təhlükə kimi qavraya bilir. İndiyənə qədər saydığımız bütün bu ehtimallar, birinin bizi tərk etmə ehtimalı, rədd etmə ehtimalı, müdürün bizim işimizi tənqid etmə ehtimalı, işdən qovulma ehtimalımız, həkimdə hansısa pis nəticələrlə qarşılaşma ehtimalı, bu mənfi ehtimalların hər birisi beyin tərəfindən bir təhlükə kimi qavranılır və beyin belə bir şey düşünür. Mən bu insanı ola biləcək bütün təhlükələrdən qorumalıyam. Dolayısıyla bu təhlükələr hələ baş vermədən mən ona bütün bu ssenariləri düşündürməliyəm ki, o bu şeylər baş verərsə, bunlara qarşı indidən hazırlıqlı ola bilsin. Yəni, bütün ssenariləri düşünsün,
bütün ssenarilərə qarşı hansısa bir çıxış yolları tapsın ki, bu şey baş verdiyində artıq hazırlıqlı olsun və bundan təsirlənməsin. Əslində beynimiz bunu xoş bir niyyətlə eləyir. Bizi potensial bütün təhlükələrdən, bütün mümkün mənfi duyğuları hiss etməkdən qorumaq üçün eləyir. Amma uzun müddətdə biz hər gün, gündəlik olaraq bütün ən xırda hadisələrdə belə bu alarm rejimini, alarm sistemini yanlışlıqla işə saldığımız zaman bu bizim uzun müddət yüksək kortizol hormonunu ifraz olunduğu vəziyyətdə, yəni yüksək stres vəziyyətində yaşamağımıza gətirir, çıxarır. Eyni zamanda bu bizim davamlı olaraq təşviş, narahatlıq, həyəcan kimi duyğular içərisində yaşamağımıza gətirir, çıxarır. Yəni beynimiz daim savaşmaq və yaxud da qaçmaq və yaxud da mübarizə rejimində olur və uzun müddət bu rejimdə yaşamaq isə bir nöqtədən sonra çox tükəndirici ola bilir. Çünki bədənimiz də, zehnimiz də daim mənfiləri düşünməkdən bir nöqtədən sonra yorulur. Və belə bir sual yarana bilər. Bəs bizim beynimiz niyə bu ehtimalları bu qədər təhlükə kimi qavrayır? Yəni birinin məni tərk etmə ehtimalı, birinin məni tənqid etmə ehtimalı niyə mənim beynimdə meşədə qarşıma bir ayı çıxma ehtimalı ilə bərabər səviyyədə bir təhlükəyə bənzəyir? Bu qədər böyük bir narahatlıq yaradır, mənim alarm sistemimi işə salır. Bu sualın cavabı bizim emosiyalarımızda gizlidir. Çünki bütün bu sadalanan ehtimallar yaşandığı zaman biz müəyyən bir mənfi emosiyalar yaşayacağıq. Bəlkə dəyərsizlik hissi, bəlkə kədər, bəlkə yas, bəlkə qorxu, bəlkə təşviş, bəlkə rədd edilmə, günahkarlıq, bəlkə utanc. Və bütün bu duyğuları hiss etmək bizim zehnimizə həqiqətən də elə bir təhlükə kimi görünür. Xüsusilə də biz uşaqlıqdan bu cür duyğuları təcrübə elədiyimiz zaman bu duyğularla üzbəüz qaldığımızda çox müdafiəsiz, çox çarəsiz, çox zəif hiss etmişiksə, beynimiz xüsusilə də həmin duyğuya qarşı daha da həssas olaraq o alarm sistemini işə sala bilir. Yəni mən uşaqlıqda deyək ki, utanc duyğusu yaşamışam, utandırılmışam və bu duyğunun qarşısında çox aciz qaldım. O anda nə edəcəyimi bilmədim. Bir yetişkin tərəfindən dəstək, kömək, yardım görmədimsə, beynim artıq o utanc duyğusunu ciddi bir təhlükə və təhdid şəklində sanki etiketləyir və həyatım boyunca o utancı bir də yaşamamaq üçün daim o alarm rejimini ən pik nöqtədə aktiv saxlayır. Yəni utanc yarana biləcəyi bütün ssenariləri öncədən düşünməliyəm, bütün hadisələri öncədən planlamalıyam ki, sırf həmin emosiya ilə üzləşməyim. Çünki mən bu emosiyanı hardansa tanıyıram, o emosiyanı yaşamışdım və bu o qədər ağır hiss etdirmişdi ki mənə. İkinci dəfə bunu yaşamaq həqiqətən də bir təhlükə, bir təhdid kimi hiss elətdirir. Buna görə də daim həmin duyğunu detekt edəcək alarm sistemini ən yüksək səviyyədə işlədir. Bu bütün duyğularımıza aiddir. Bütün hiss eləyə biləcəyimiz mənfi duyğuları az öncə də dediyim kimi tərk edilmə, günahkarlıq, rədd edilmə və xüsusilə də bizim özümüzün şəxsi olaraq təcrübə elədiyimiz və daha həssas olduğumuz emosiyalarda bu alarm sistemi də daha həssas işləyir və xüsusilə də qeyri-müəyyənliklər qarşısında beynimiz daha çox mənfini düşünməyə meylli olur. Çünki qeyri-müəyyənliyin olduğu situasiyalarda biz nəyinsə niyə baş verdiyini anlaya bilmirik. Yəni bir boşluq yaranır və beynimiz də həmin o boşluğu dərhal ola biləcək ən mənfi ssenari ilə doldurur ki, həmin o ssenariyə qarşı hazırlıqlı olaq, o ssenariyə qarşı özümüzü indidən sığortalaya bilək, indidən qoruya bilək. Məsələn, partnyorumuzla bir görüşdəykən onun kefsiz olduğunun fərqinə varırıq və səbəbini bilmirik. Bu zaman beynimiz dərhal ola biləcək ən mənfi və ən qorxduğumuz ssenariləri düşünməyə başlayır. Məsələn, bəlkə məndən nəyəsə görə inciyib, bəlkə mən onun hansısa sözümlə xətrinə dəydim, yaxud da bəlkə o hal-hazırda ayrılmağı düşünür içəridə, amma deyə bilmir bunu. Bəlkə də bu münasibət artıq ona çox darıxdırıcı və maraqsız görünür. Görəsən niyə kefsizdir? Amma əslində bu hadisənin ola biləcək daha başqa yüzlərlə səbəbi var ki, bəlkə də partnyorum gələndə tıxacda kimləsə mübahisə eləyib, bəlkə də partnyorum bugün işdə pis bir gün keçirib, bəlkə də partnyorumun nəsə bir fiziki narahatlığı var. Biz ondan bunu soruşmadan adətən dərhal beynimizdə avtomatik şəkildə ən pis və ən qorxduğumuz ehtimalları düşünməyə başlayırıq. Çünki beyin yenə də təkrar eləyirəm, bu ehtimalları düşünərək bu ehtimal baş versə hiss edə biləcəyimiz duyğulardan bizi sanki mühafizə eləməyə çalışır. Və adətən də qeyri-müəyyənlik qarşısında bu cür təşvişə düşdükdən sonra biz başlayırıq əminlik axtarma davranışları göstərməyə. Məsələn, partnyorumuzdan soruşuruq ki, sən məndən inciməmisən, hansı sözüm sənin xətrinə dəymədi,
Bəlkə mənə görə belə keyfsizsən və bunu dəfələrlə soruşuruq ta ki içimizdəki o təşviş aradan qalxana qədər. Baxın, fərqinə vardınızsa, əmin olana qədər demədim. Çünki bəzən qarşı tərəf bizə yox, sənlə bağlı heç nə yoxdur desə belə, biz əmin ola bilmirik. Ta ki o təşviş səviyyəmiz azalana qədər, yəni o alarm sistemi hansı ki işə düşmüşdü, o alarm sistemi beynimizdə yenidən susdurulana qədər biz sakitləşə bilmirik və buna qədər də təkrar-təkrar əminlik axtarmaq üçün hansı suallar verməyə başlayırıq, davamlı olaraq eyni şeyi təkrar-təkrar düşünürük ta ki o alarm sistemi sakitləşənə qədər. Hətta belə bir nümunə də verə bilərik. Bəzi fərdlər düşünürlər, görəsən ütünü elektrikdən çıxartdınmı, görəsən çay qaynadıqdan sonra qazı bağladınmı və buna əmin ola bilmədikləri nöqtədə ta ki əmin olana qədər təkrar-təkrar gedib həmin əşyaları yoxlamağa meyilli ola bilirlər. Əslində ilk yoxladıqları anda da həqiqətən qazı bağladıqlarını, yaxud da ütünü elektrikdən çıxartdıqlarını görürlər. Amma o alarm rejimi hələ də sakitləşmədiyi üçün ta ki o alarm rejimi sakitləşənə qədər təkrar-təkrar yoxlama davranışları eləməyə, əminlik axtarma davranışları eləməyə meyilli ola bilirlər. Bu isə uzun müddətdə artıq beynimizin böyük bir enerji sərf etməsinə gətirib çıxarır. Çünki mən hər dəfə kimisə keyfsiz görəndə davamlı olaraq təşvişə düşürəm və əminlik axtarıram. Hansısa davranışımı düz eləyib eləmədiyimi bilmədiyim zaman əminlik axtarma davranışına girirəm. Hətta bir əşyanı elektrikdən çıxarıb çıxarmadığımı görmək üçün belə davamlı olaraq öz davranışlarımı, öz düşüncələrimi təsdiqləmə axtarışına girirəm. Bu isə bir nöqtədən sonra beynimizin çox böyük bir resursu bu əminlik axtarma davranışlarına və həmçinin də daxildəki o narahat fikirlərlə mübarizə aparmağına sərf etməsinə səbəb olur. Və bu enerji, resurs da bu cür sərf olunduğu zaman biz artıq daxildə tükənmişlik, yorğunluq, xroniki yorğunluq dediyimiz vəziyyətlər yaşaya bilirik. Bəs bu cür vəziyyətlərdə həll yolu nədən ibarətdir? İlk növbədə biz beynimizdə baş verən bu mexanizmin fərqində olmalıyıq ki, məndə ən pis ssenariləri düşünmək və bundan dolayı təşvişə düşmək prosesi nədən dolayı baş verir? Deməli, bunun arxa planında əslində mənim baş verməsindən qorxduğum nələrsə dayanır. Hansısa bir duyğunu hiss etməkdən qorxuram, hansısa bir ehtimalın baş verməsindən qorxuram. Və bu baş verməsindən qorxduğumuz şeyin öncəliklə nə olduğunun, hansı duyğu, hansı hadisə olduğunun öncəliklə fərqinə varmağımız önəmlidir. Yəni özümüzə bu sualı verə bilərik. Hal-hazırda mən nədən qorxuram? Bu təşvişi məndə yaradan şey nədir? Nəyin baş vermə ehtimalı məni qorxudur? Ən pis ehtimalda nəyi hiss etməkdən, nəyi yaşamaqdan, nəyin baş verməsindən qorxuram? Öncəliklə bir anlıq dayanmalı və daxilimizdə gedən bu prosesin fərqinə varmalıyıq. Növbəti olaraq isə bu bizdə qorxu və narahatlıq yaradan ehtimalın üzərinə biraz düşünməliyik. Çünki bizim bayaqdan danışdığımız həmin o alarm sistemini, yəni amigdala aktivliyini ən sürətli şəkildə söndürəcək şey ön beynimizi, düşünən, məntiqli beynimizi işə salmaqdır. Və burada özünüzə sual verə bilərsiniz. Hal-hazırda mənim bu qorxduğum ehtimalda baş verə biləcək ən pis ssenari nədir? Və hətta bu sualı biraz da dərinləşdirərək bu cür düşünə bilərsiniz. Bir hadisə baş verir. Bu hadisədə baş verə biləcək ən pis ssenari nədir? Ən yaxşı ssenari nədir və ən real ssenari nədir? Məsələn, müdürüm mənimlə sabah bir görüş təyin eləmək istədiyini söyləyib. Baş verə biləcək ən pis ssenari budur ki, müdürüm mənim bərbad bir işçi olduğumu söyləyəcək və artıq məndən işləmək istəmədiklərini söyləyəcək. Baş verə biləcək ən yaxşı ssenari odur ki, mənim mükəmməl bir işçi olduğumu və mənə premiya vermək istədiklərini söyləyəcək. Ən real ssenari isə bu ola bilər ki, bu ay iş yerimizdə bir tədbir var və yəqin ki, o tədbirin detalları ilə bağlı mənimlə nələrsə danışmaq istəyir. Bax, bunu artıq gördüyümüz zaman, zehnimiz hər üç ehtimalı gördüyümüz zaman ən pisdən diqqətini çəkib ən real ehtimala yönləndirməyə daha meyilli ola bilir. Və bu real ehtimalı özümüzə xatırlatdıqdan sonra da o alarm sistemi yavaş-yavaş sönməyə başlayır. Növbəti sual isə bu olacaq. Ən pis ssenari baş verərsə, mənim bu ehtimalla mübarizə aparmaq üçün hansı resurslarım var, hansı güclü tərəflərim var,
hansı güclü tərəflərimi hansı formada işə sala bilərəm? Çünki adətən bu alarm sistemi işə düşdükdə beynimiz belə bir şeyə inanır ki, sanki bu mənfi ehtimal baş verəcək və mən onun qarşısında çox müdafiəsiz, çox gücsüz, çox zəif qalacağam. Hansı ki, bir zamanlar bu duyğunu yaşayanda bir uşaq olaraq necə ki gücsüz, çarəsiz, zəif qalmışdım, sanki yenə də o uşağın pozisiyasına düşəcəm. Amma özümüzə güclü tərəflərimizi, yetkin tərəflərimizi, resurslarımızı xatırlatdığımız zaman beynimiz həmin təhlükəni artıq həddindən artıq şişirtmir və yavaş-yavaş olduğu intensivlikdə görməyə başlayır ki, hə, ən pis ehtimalda əgər müdürüm həqiqətən də mənimlə artıq işləmək istəmədiyini söyləyəcəksə, mən bununla necə mübarizə apara bilərəm? Hansı güclü tərəflərimi işə sala bilərəm və hansı güclü tərəflərimi işə salmaq üçün hansı davranışlardan istifadə eləyə bilərəm? Bunu düşünməyin özü belə artıq bizim o alarm sisteminin yavaş-yavaş sakitləşməsinə gətirib çıxarır. Çünki biz həm real ehtimalları görürük, həm də ən pis ssenari baş versə belə onunla necə mübarizə eləyə biləcəyimizi xatırlayırıq və artıq az öncəki kimi o problem önümüzdə böyük bir dağ kimi görünmür də, artıq üstündən rahatlıqla keçə biləcəyimiz bir kol kimi görünməyə başlayır. Buna görə də alarm sistemimiz yavaş-yavaş sakitləşir. Dolayısıyla bizim sinir sistemimiz əslində bizi qorumaq üçün alarm sistemini işə salır. Bu zaman-zaman da bizə əslində həqiqətən də fayda verir. Çünki bəzən həqiqətən də mənfini düşünmək nəticəsində ona qarşı daha hazırlıqlı ola bilirik. Amma bu alarm sisteminin hər gün, gün ərzində dəfələrlə işə düşməsi bizim üçün bir nöqtədən sonra xroniki bir stres və tükənmə mənbəyinə çevrilir. Buna görə də bu xroniki stresi, tükənməni yaşamamaq üçün öz məntiqli düşünən beynimizi işə salmağımız və alarm sistemini şüurlu şəkildə söndürməyimiz önəmli olacaqdır. Buna əlavə olaraq da alarm sistemi işə düşən zamanı tətbiq eləyə biləcəyiniz müəyyən texnikalar var ki, bunlar sinir sistemimizi sakitləşdirmək üçün yaradılmışdır. Bunlara müəyyən nəfəs texnikaları, fərqindəlik texnikaları, meditasiyalar aid ola bilir. Bunları həm sinir sistemi ilə bağlı az öncə bəhs elədiyim həmin videoda tapa bilərsiniz, həm də YouTube kanalımda rəhbərli meditasiyalar hissəsində bir çox nəfəs texnikaları və fərqindəlik texnikalarını dinləyərək öz sinir sisteminizi sakitləşdirməyə nail ola bilərsiniz. Və yekunlaşdırarkən sizin rəylərinizlə bilmək istəyərdim ki, sizin ən çox alarm sisteminiz hansı mövzularda işə düşür? Siz onu sakitləşdirmək üçün hansı üsullardan istifadə edirsiniz? Bunu rəylərdə bölüşə bilərsiniz. Bu üsulun sağlam olub-olmadığını, faydalı olub-olmadığını birlikdə müzakirə eləyə bilərik. Məndən isə bugünlük bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Özünüzə çox yaxşı baxın. Sevgi ilə qalın gələn videolara qədər.